Son günlər mediada çıxan xəbərlərdən aydın olur ki, Ermənistanın baş naziri Nikol Paşinyan və komandası ilə ölkənin aparıcı xristian din xadimləri arasında siyasi çəkişmə dərinləşməkdədir. Bunu Paşinyan özü də açıq şəkildə ifadə edir. Belə ki, o öz Facebook səhifəsində etdiyi paylaşımda bildirib ki, Apostol kilsəsinin mərkəzi sayılan Əçmiyyətzin antixristian, əxlaqsız, antinasional və antidövlət qrupları ilə zəbt edilib və Əçmiyyətzin azad edilməlidir. Paşinyan əlavə edib ki, o bu azadlığa rəhbərlik edəcək. Xatırladaq ki, oktyabrın 15-də Ermənistan İstintaq Komitəsi Erməni Qriqoryan kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu, əsl adı Kitriç Nersisyan olan 2-ci Qareginin keşişləri müxalifət mitinqlərində iştirak etməyə məcbur etməsi ilə bağlı yayılan səs yazısı əsasında cinayət işi açıb. Ona Ermənistan Respublikası Cinayət Məcəlləsinin hakimiyyət və ya xidməti səlahiyyətlərdən və ya onlardan irəli gələn təsirdən istifadə etməklə yığıncaq keçirməyə və orada iştirak etməyə mane olma, həmçinin yığıncaqda iştirak və ya iştirakdan imtina məqsədi ilə maddi maraq yaratma maddəsi ilə ittiham irəli sürülüb. Bundan başqa 2-ci Qareginin qohumu, Aragatsotun yeparxiyasının rəhbəri, yepiskop Mikitriç Proşyan evində axtarışdan sonra saxlanılıb. Onunla birlikdə daha 6 din xadimi də istintaqa cəlb olunub. Lakin Paşinyan kilsəyə hücum ittihamları ilə razılaşmır. O, katolikosa hücumun kilsəyə hücum olmadığını bildirir. Bu həm də ona işarədir ki, Paşinyan illərdir erməni cəmiyyətinin şuurunda dərin izlər buraxmış kilsədən çəkinir. Ümumiyyətlə, Ermənistanda kilsənin, dini qurumların dövlət işinə qarışması ənənə xarakteri daşıyır. Çünki Ermənistan dövləti mövcud olmadan min illərdir kilsə erməni cəmiyyəti üzərində hakim funksiya sahibdir və erməni hətta ziyalıların yetişməsi, təhsil mühitinin formalaşması kilsənin xətti ilə həmişə gerçəkləşib. Paşinyan hakimiyyətə gələndən sonra artıq müstəqil dövlətin dünyəvi modeldə idarə olunmasına mane olan əsas element kilsə olmağa başlayır. Çünki diqqət edirsinizsə, hətta Qarabağ savaşının da əsas müəllifi kilsədir. Bütün qızışdırıcı elementlərin başında o dururdu. Dünyəvi erməni deyək ki, elitası bu proseslərin gedişatını hər zaman fərqli görə bilərdi. Çünki bu sağlam düşüncəyə malik olur. Amma duyğular üzərindən idarə olunan cəmiyyətdə elə bilirlər bəlkə başqa torpağı işğal elədin, oranı daimi əlində saxlaya bilərsən. Və belə bir vəziyyətdə kilsə ilə indi dünyəvi hakimiyyətin toqquşması prosesi baş verir. Katolikos 2-ci Qaregin hazırda Ermənistanın daxili siyasəti üçün mərkəzi obrazlardan birinə çevrilib. İndi İrəvandakı revanşistlərdən də, xaricdəki erməni diasporunun və faşist Daşnaqsütun rəhbərlərinin də tək ümidi bu qoca Qaregindir. Buna görə də 2-ci Qareginlə bu mübarizə Nikol Paşinyan üçün kritik məsələdir. Çünki Paşinyan ona rəqib qüvvələrin ətrafında cəmləşdiyi kilsə hegemonluğuna son qoya bilsə, hakimiyyətini daha da sağlamlaşdıra bilər. Bəs bu proseslərin Azərbaycan-Ermənistan münasibətlərinə təsiri var? Hadisələrə xarici qüvvələr müdaxilə edirmi? Bunu mən Qərbin ya Rusiyanın toqquşması kimi qiymətləndirmirəm. Kilsə özü də Qərbə də bağlıdır və kifayət qədər də Amerika ilə daha çox sıx əlaqəsi var. Nəinki Rusiya kilsə, çünki Pravoslav kilsəsi ilə müəyyən aralarında ziddiyyətlər də var. Amma bütün bunlara baxmayaraq hesab edirəm ki, bizim üçün də marağımız odur ki, erməni kilsəsinin mövqeyi zəifləsin. Daha çox dünyəvi hakimiyyət Ermənistanda bərqərar olsun ki, mədəni beynəlxalq hüquq müstəvisində Ermənistanla gələcək münasibətlərimizi davam etdirə bilək. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə çalışdı, amma bu alınmadı. Çünki Rusiyanın Paşinyanı əvəz edəcək fiquru yoxdur. Koçaryanı dəstəkləmək istəyərdilər. Koçaryan Rusiya prezidentində yaxın dostlarının, amma Koçaryanın Ermənistanda reytingi yoxdur. Keçmiş prezident Serj Sarkisyanın da reytingi yoxdur. Yeganə qalırdı kilsə. Biraz kilsənin erməni cəmiyyətində nüfuzu var, amma kilsə ilə də Paşinyan mübarizəni ciddiləşdirib, müxtəlif ittihamlar irəli sürür və bu ittihamlara cavab verə bilmir faktiki Qaregin. Nüfuzdan salmağa çalışır, çünki əsas rəqibi indi Paşinyan nə Rusiyanın dəstəklədiyi müxalifətdir, nə də tutaq ki, Rusiyanın dəstəklədiyi iş adamı Karapetyandır. Kilsədir. Kilsəni nüfuzdan salmağa çalışır ki, iyun ayında parlament seçkiyənə qədər rəqiblərini neytrallaşdıra bilsin. Bəzi ekspertlər tərəfindən oktyabrın 20-sində böyük məbləğdə rüşvət alma və verməkdə təqsirləndirilən Gümrük Bələdiyyəsinin 8 nəfər vəzifəli şəxsin həbsi də bu kontekstdə dəyərləndirilir. Şəhərin meri Vardan Kukasyanın saxlanmasına mane olmaq məqsədi ilə meriyanın qarşısına toplaşmışdılar. Onlardan 33 nəfəri həbs edilib. Nəticə etibarilə Paşinyan kilsə qarşı durması yalnız Ermənistanın daxili siyasi mübarizəsinin yeni mərhələsini göstərmir. O həm də regionda stabillik və dövlətçilik institutlarının möhkəmlənməsi üçün kritik məqamdır. Azərbaycan üçün isə prioritet dəyişməz qalır. Təhlükəsizliyin,
sülhün və beynəlxalq hüquqi normaların bərqərar olması. Musa Hüseynli, Orxan Balayev, APA TV.